Yaxın Şərqdə gərginliyin piketdə çatdığı bir vaxtda İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı general Mövsüm Rezai dövlət televiziyasına verdiyi açıqlamada İsraili sərt şəkildə hədələyib. O, İranın müharibədə hələ əsas və strateji silahlardan istifadə etmədiyini vurğulayıb və qarşıdakı günlərdə daha dağıdıcı hücumların ediləcəyini istisna etməyib. Generalın sözlərinə görə, İranın Fətah 2 və Xor-Məşər adlı ballistik raketləri 2 tonluq döyüş başlığına malikdir və bu silahların istifadəsi İsrail üçün faciəyə çevrilə bilər. İndiyədək həyata keçirilən hücumlar sadəcə xəbərdarlıq idi. Əsas mərhələ indi başlayır. Biz İsrailə qarşı tam qələbə əldə etmədən bu müharibəni dayandırmayacağıq deyə Rezai bildirib. Onun açıqlamaları İranın yaxın saatlarda və ya günlərdə daha ağır və geniş miqyaslı raket zərbələri endirə biləcəyini göstərir. Rezainin sözlərinə görə münaqişə yalnız bölgə ilə məhdudlaşdırılmayacaq və İranın hədəfi yaxın şərqdə geosiyasi balansı köklü şəkildə dəyişməkdir. Bildirək ki, son günlər ərzində İran və İsrail arasında qarşılıqlı raket hücumları intensivləşib. İsrailin hərbi obyektlərinə və şəhərlərinə edilən zərbələr, eyni zamanda Təl-Əviv və Hayfa kimi şəhərlərin hədəfə alınması, münaqişənin daha geniş regional qarşıdurmaya çevrilə biləcəyini göstərir.